Xankəndi şəhərində 3-cü MDB oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib. Şəhər stadionunun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulub. Ümumiyyətlə 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın Qarabağ klubunun ev oyunları bu stadionda keçirilib. Stadionda futbolçular üçün soyunub geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət buraxılış məntəqələri yaradılacaq. Qeyd edək ki, 3-cü MDB oyunlarında məhz kamandan ox atma yarışları sentyabr ayında Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Şamxal Adıgözəlov, Səs TV, Qarabağ.